Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Mən Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin tarix müəllimi Təbriz Əşrəfli. Bu gün sizə məktəbimizin şagirdləri ilə birlikdə Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan 15 iyun Milli Qurtuluş Günü haqqında danışacağıq. Bugün artıq Azərbaycan inkişaf etmiş, qələbə, güc qazanan ölkələrdən biridir. Bunu edən ulu öndərimiz Heydər Əliyevin sayəsindədir. Onun bugün başladığı işləri prezidentimiz İlham Əliyev davam etdirir. Heydər Əliyev demişdir, Azərbaycanın gələcəyi parlaqdır. Biz də bu gələcək parlaqlığı qurmaq üçün çalışmalıyıq. Gəlin, birlik olaq, çalışaq və vətənə layiq övlad olaq. Biz Heydər Əliyev haqqında yalnız 1993-cü ildə onun Azərbaycan Respublikasına prezidentlik etdiyi dövrdən yox, 1969-cu il Azərbaycan SSR rəhbərlik etdiyi dövrdən danışmağa başlamalıyıq ki, Azərbaycan üçün, Azərbaycançılıq üçün nələr edibdir. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk zamanlarda SSR tərəfindən yararsız sayılan torpaqlar var idi, 2000 hektara yaxın. Bu torpaqları Ermənistana verilməli idi. Artıq qərar verilmişdi. Lakin Heydər Əliyev bu qərarın icrasına imkan vermir. Niyə? Çünki Heydər Əliyev gələcəyi görürdü. O bilirdi ki, Azərbaycan yenidən müstəqil olacaq və vaxtında edilən səhvləri burada təşkillamağa imkan vermir ki, necə ki indi İrəvan Ermənistan Respublikasının paytaxtıdır. Vaxtında bizim olan İrəvan. Heydər Əliyev həmin torpaqları geri qaytarır, Azərbaycanı parçalanmağa, bölünməyə qoymur. Və o başa düşürdü ki, Azərbaycan müstəqil olduqdan sonra Azərbaycana güclü öz ordusu lazımdır. Bunun üçün 1971-ci ildə Cəmşid Naxçıvanski adlı hərbi məktəbinin təməllərini qoyur. Həmin hərbi məktəb ki, onun zabitləri Vətən müharibəsində, 2-ci Qarabağ müharibəsində rəşadətlə, yəni vuruşan zabitlərimiz olmuşdular ki, həmin müharibədə şücaət göstərmişdilər. Görürük ki, buradan görürük ki, Heydər Əliyev Allahın Azərbaycan xalqına bəxş etdiyi necə bir lütfdür. Həqiqətən, yəni o bu zamanı o dövrdən görürdü. İndiki güclü Azərbaycanın qurulmağı üçün 1970-ci illərdən səy göstərirdi. Görün, müstəqil Azərbaycan hər uğrunda onun ideyalarının izlərini görmək mümkündür. Biz gənclər bu mirası qoruyub saxlamalı və gələcəyə ötürməliyik. Bugün biz azad və güclü Azərbaycanda yaşayırıqsa, bu 15 iyun Qurtuluş günü ilə başlanan yeni tarixi yolun nəticəsidir. Gəlin bu günü unutmayaq və gələcək nəsillərə doğru şəkildə çatdıraq. Burada səslənən fikirlər təkcə keçmişimizin yox, həm də gələcəyimizin rəmzidir. Diqqətiniz üçün təşəkkür edirəm. Qurtuluş günümüz mübarək olsun. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.